Dostlar, bugünləri sizə bir şey göstərmək istəyirəm. Bir nəfərlə o gün mənə dedi ki, sən əməliyyatları paputi kimi açsan, yazmışdı ki, indi prosta sadəcə indi diqqətlə baxın bu videoda. Deməli, fon hesabıdır dostlar, fon hesabı. Ayın 4-üdür, 4-ünə kimi heç nə olunmamışdı. Və bir əməliyyat açmışam. Və ona dedim ki, mən ilk əməliyyatımdan belə uğur olacaq. İndi o videosunu çəkmişəm, ona göndərmişəm ki, əməliyyatın açılıb və bağlanan yeri. Və stopdakı maksimum $10. İndi isə grafikdə göstərəcəm. Bir əməliyyat. Bu günləri də burada mən heç nə eləməyəcəm. Çünki baxsın sonra məsələn, mən yazıb ki, videolar çəkəndə sən dala çəkirsən qrafiki və s. belə. Deməli, mən dala çəkməyə ehtiyac yoxdur. Mən də bu nə təbirim? Dedim, mən fon hesabda ilk əməliyyatımdan belə, bir dənə açıb saxlayacağım 30 pipsə kimi xeyr. İndi yerin göstərəcəm, 30 pipsən də çox getmə ehtimalını görürdüm, amma sadəcə burada bizim fon hesabda bu qədər saxlamışam. Yəni 3.15 minimal otla bir əməliyyat gözmür. Aynı da öyle. İndi gəl bura fikir verəm. Fonda heç nə yoxdur. Fon, yəni bugünə saxlamışdım. 25.000 fonda 25.003. Mən fon elə də vecimə deyil. Prosta indi maraqlısı odur ki, bir əməliyyatdan baxaq. Bu profit indi bir əməliyyatdır. İndi burada artıq bir əməliyyat açılandan bəri vaxt nə qədər gedib. Daha bir dənə açılıb sonra da əməliyyat açılmayıb. Ona görə vaxt önəm yoxdur. Burada da göstədirim. Yəni nədir? Ümumi də göstədirim. İndi keçirib biz burada nə mənaya? İndi burada məna nədir? Videoda çəkib ona da demişəm. İndi tam izah eləməmişəm strategiyamı. Sadəcə prosta. Mən niyə burada selə girdim və bizdə ona mən dediyim kimi maksimum məsafəm $10 idi. Yəni girişim buradan idi. Göğsü açmışam süncü. Görəsiz və maksimum stopum buradan idi. Düzdür. Oturmuşdum, keyf elədim. Əlavə də vura bilərdim əməliyyatdan. Məsələn, buradan da girə bilərdim. Yəni tupoy deyil, bilir. Girmədim. Sadəcə bir əməliyyatım və tepe 30 pipslikdir. Yəni 30 pipsə kimi tepe qoymuşdum. Ondan da aşağı gedəcəyini təxminən 60-70 gedəcəyini pips fikrimdə tutmuşdum. Söhbət indi o 60-70-dən deyil. Əsas bu söhbət odur ki, yəni düzdür. İndi bəzilər deyəcək ki, sən riski 10 atıb $3 götürməyən o düzgündür. Sadəcə mən o insan mənə 10 niyə oldu? Mən dedim ki, yəni ilk əməliyyatımdan belə, yəni fərq yoxdur, fondur və yaxud da nədir. Mən ölçüb açıram, dedi, yox, bu boş şeydir, sənin paputi ilə qəbul olduğuna görə, elə paputi ilə əməliyyatdan açasan. Yəni, indi keçirib, biz burada qrafika baxdıq da, yəni qrafika fikir verdikdə, fikir verin, gəlib, dəqiqə. Qrafika fikir verdikdə, yəni mən giriş yerim, özünüz də gördünüz ki, mənim giriş yerim hansı hissə idi, fikir verin, hansı buralarıdır və əstəğfurullah, bu hissələridir giriş yerim və mən təxminən buradan göz nə qədər gedib, 74-ə kimi təxminən düşüb, 74. Gördünüzmü dostlar? Yəni fərq onda deyil ki, sən hansı yerdən nəyə qədər açsan, necə açsan, yəni aramızda olan söhbət, yəni 30 pipslik söhbət edir, yəni ki, ilk əməliyyat. İndi yaxşı, dostum, bunu çəkib paylaşıram, düzdür, sənin videoda çəkib göstərdim, əməliyyatın gedişatını da göstərdim, açılıb bağlama, amma sizə ümumi göstərdim. Yəni, deyirdin ki, $10 şey qoysan, sən heç 30 pipsə götürə bilməzsin. Yəni, stopun məsafəsi $10 məndə olsaydı güya, mən heç 30 pipslik də, yəni, tepe götürə bilməzdim. Yəni, o dərəcədə ləqəbim mənim paputi trader. Gərək dəyişib mən ləqəbi qoyub, tupoy trader. Yəni, yəni, dostum, mən imino elə bir yerdən vurdum ki, əməliyyatı elə bir yerdə M5 kimsə birisi. Görürsünüz, bu baylara gedirdim. Mən buradan bay girib qarşı $6-7 da götürə bilərdim. Mən minimal lotdan deyirəm, söhbət $5 da götürə bilərdim. Prosta sadəcə deməyim nədir? Mən elə bir yerdən vurdum ki, sən dediyin kimi təxminən mən fikirləşirdim ki, bu buracan gələcəyim. Görürsünüz, yerini də göstərdim. Yəni canlı sizə yerini də göstərdim. Sonra deyirsiniz ki, qrafika arxaya çəksin, sonra eləyirsən. Həmən əməliyyatı
Mən sizdə şeyləri göstərdim. Nədir o? Bir dəqiqə. Baxın, aşağı hissədə baxın. Həmən əməliyyatı 4584-dən girişim vermişəm. SL-in qoymuşam 4595. Deyəcəksiniz ki, stop qoymamısan. Başın xarabdır, nədir? Baba, gözü bağlamışam 4581-də. Gördünüzmü? Yəni, gördünüzmü? Yəni, baba, hamısı göz qabağında, gözü. Yəni, canlı gedib də, bu canlı gedib. Xeyr, 3.20. Və burada xeyr, niyə göstərib? Hanı bir dəqiqə 3.15 göstərib, ona görə komissiya söhbəti var. Mən həmişə demişəm dostlar, yəni burada komissiya nəzərə almaq lazımdır ki, komissiyada nədir? Məsəl üçün, ayın 4-ünə düşən gözmür, sadəcə 3.15, yəni başqa yoxdur burada. İndi gəlin açılış yerinə baxaq ki, bəzilə deyəcək ki, yox, elədir, belədir. Baba dostlarım, yəni buna kimi göstərirəm, 84-dən göz baba, 4584 yarım, bax, tarixi zaten hamısı görürsünüz. 81-də bağlamışam, görürsünüz. 3.22, baba, 3.22. Komissiya 7 qəpik çıxıb deyənə, gözü 7 qəpik çıxıb deyənə, ona görə eləncəkdir. Gördünüz dostlar. Yəni, dəqiqə, baxın, gözü 3.22, əməliyyat çəkib 1 saat 10 dəqiqə, yəni, və gözsüzmü? Yəni, 7 qəpik komissiya çıxıb, yəni komissiya. 3.22-dir. Kimsə biraz çətinlik çəksin. Fikir verdinizmi? Gedirəm, açılış, bağlan, tutuşdura bilərsiniz, sel. Bir dənə əməliyyat açılır. Gördünüz indi? İndi burada məqsəd, sən hansı lotla girməyin deyil, 0.01. Mən burada 0.05 ilə də vura bilərdim. 0.010 ilə də vura bilərdim. 0.10 ilə də vura bilərdim, məsəl üçün istəsəydim. Söhbət ondan deyil. Mən istəsəydim bunu çox da buraxa bilərdim. Söhbət 30 pipsdən gedib, yaxşı. Demişdin ki, sözündə ki, sən heç stopun məsafəsi 10 dollarlıq olsa belə, yəni 100 pips olsa belə, sən heç əməliyyatı düzgün yerdən aça bilməzsən. Bunu mən ona görə burada açdım ki, indi gəl bunda da dinən ki, baba burada da dinən ki, dostum. Mən qrafika arxaya çəkib əməliyyat açmışam. O fon hesabdır. Kimsə bilmirsə baxa bilər. Fondin saytına baxa bilər. Kimsə istəsə. Fon hesab dostum. Yəni kim istəsə baxa bilər. Yəni mənim çox problemdir. Yəni bu profit, yəni bu da win rate göstərməyibdir. Win rate yəni bir əməliyyat açıb, bir əməliyyat uğurlu. Gördünüzmü? Ona görə dostum, yazmamışdan əvvəl fikirləş, sonra yaz günah. Oldu mu? Bay bay hamıya.